Hər kəs salamlayıram dostlar. Bu günləri mən sizlərə 22 fevral 2026-cı il tarixində OTK-nın 8-ci siniflər üçün keçirdiyi sınaq imtahanı izahlarını verəcəm. İlk sualdan başlayaq. 31-ci sualda deyir ki, 32 ədədinin 4-də 3 hissəsini tapın. Biz də bilirik ki, ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən ədədə vurmaq lazımdır. Onda 32-ni 4-də 3-ə vurmaq lazımdır. 32 ilə 4 ixtisar gedəcək, qalacaq 8. 8 də 3-ə vuranda eləcək 24, yəni Y variantı. 32-ci sualda ABCD paralleloqramında alfa və beta bucaqlarının cəmini istəyir. Biz bilməliyik ki, paralleloqramın bir tərəfinə bitişik bucaqlarının cəmi 180 dərəcə olur. Yəni, A bucağı ilə B bucağının cəmi 180 dərəcə olur. A bucağı alfa üstəgəl 20 dərəcədir. B bucağı betadır. Bunların cəmi 180 dərəcə olmalıdır. Biz də buradan alfa üstə betanı tapsaq, 180-dən 20 çıxacaq. O da eləyəcək 160 dərəcə, yəni D variantı. 33-cü sual kəsirin ixtisarı mövzusudur. 8-ci sinifdir. Burada yuxarını biz vurğulara ayırsaq, Viet teoremini ayıra bilərik. Məsələn, toplayanda 8, vuranda 15 elə ədədlər tapmalıyıq. Bu ədədlər təbii ki 3 və 5-dir. Onda mən bunu x-3 və x-5 kimi yaza bilərəm. Aşağını da vurğulara ayırsam, o da toplayanda 7, vuranda 10 eləyən ədədlərdir. Təbii ki, o da 2 və 5-dir. Ona görə mən yazıram x-2, x-5 vurğulara ayırma düsturuna görə. x-5-lər ixtisar gedir. Qalır x-3 böl x-2, o da eləyir B variantı. 34-cü suala baxırıq. Deməli, 34-də yenə paralleloqram verib, diaqonalların kəşf nöqtəsini verib. AO 14-dür. BO 6-dır. Bizə deyir ki, CO çıx OD fərqini tap. Biz bilməliyik ki, paralleloqramın diaqonalları kəsişəndə yarıya bölünür. Yəni, BO 6-dırsa, OD də 6-dır. Həmçinin AO 14-dürsə, OC də 14-dür. Bizdən də CO-nun, yəni 14-dən OD-ni, yəni 6-nı çıxmamızı istəyir. O da eləyir 8, yəni Y variantı. 35-ci suala baxırıq. Deyir, təpə bucağı kör bucaq olan bərabər yanlı 3 bucağın oturacağı bitişik bucağının ən böyük tam qiyməti neçə dərəcədir? Bir də oxuyaq. Bərabər yanlı bir 3 bucağımız var. Biz bilirik ki, bərabər yanlı 3 bucağın oturacağına bitişik bucaqları bir-birinə bərabər olur. X yazıram hər ikisinə. Təpə bucağını da bilmirəm. Deyir ki, təpə bucağı kör bucaqdır. Yəni, bura kör bucaqdır. Mənə deyir ki, oturacağı bitişik bucağın ən böyük tam qiymətini tap. Biz əgər oturacağı bitişik bucağı ən böyük tam qiymətini istəyiriksə, gərək təpə bucağını ən kiçik tam qiymət götürək. Əgər biz bura ən kiçik tam qiymət olaraq 91 dərəcə versək, kör bucağın axı ən kiçik tam qiyməti 91 dərəcədir. Onda bunu həll eləsək, görərik ki, burada 2x üstə 91 bərabər 180 həll eləsək, 2x olacaq deməli 89, x olacaq deməli 44,5, düzdürmü? Biz də bilirik ki, 44,5 tam ədəd deyil, bizə tam ədəd istəyir. Ona görə bu variant ödəmədi. Ona görə biz təpə bucağını 91 yox, 92 götürməliyik. Deməli, buranı 91 yox, 92 götürəcək ki, bu tam qiymət olsun. Buranı silək. Deməli, biz buranı 92 dərəcə götürsək. Aha. Onda olacaq x üstə 92 dərəcə bərabərdir 180 dərəcə. 180-dən 92 çıxsam, 2x bərabər olacaq deməli 88 dərəcəyə. X də olacaq 44 dərəcəyə. Deməli, oturacağı bitişik bucağın ən böyük tam qiyməti 44 dərəcə, yəni A variantı olacaq. Növbəti sual. Deyir ki, AO perpendikulyardır OB-yə. Bu perpendikulyar işarəsidir. Yəni, demək istəyir ki, bu düz bucaqdır da. Perpendikulyarsa düz bucaqdır. 90 dərəcədir yəni. Bizdən AOC-ni 32 dərəcə verib, bura 32 dərəcədirsə, BOC-ni istəyir. Onda x üstə 32 bərabər 90 dərəcədən x-i taparıq ki, x 90 çıx 32-dən 58 dərəcə eləyir. Yəni, cavab A variantı. Keçirik 37-ci suala. Deyir, A ədədini 4-ə böldükdə natamam qismət 5 alınır, qalıq M alınırsa, A-nın ən böyük qiymətini tap. Bax, A-nı bölüb 4-ə, natamam qismət 5 alınıb, qalıq M alınıb. Biz də bilirik ki, qalıq həmişə böləndən kiçik olmalıdır. Yəni, M4-dən mütləq kiçik olmalıdır.
Mən A-nın ən böyük qiymətini istəyirəmsə, onda qalığın da ən böyük qiymətini götürməliyəm. Qalıq da ən çox 3 ola bilər də, 4-dən kiçik. Aparıb yerinə qoysam, A bölü 4 bərabərdir 5, qalıq da 3 qoysam, biz də bilirik ki, bölünəni tapmaq üçün natamam qisməti bölənə vurub üstünə qalığı gəlməliyik. O da eləyir 23, yəni Y variantı. 38-də deyir ki, x-in hansı qiymətində bu kəsrin mənası yoxdur. Kəsrin mənasının olmaması üçün onun məxrəci 0-a bərabər olmalıdır. Məxrəc 0 olsa mənası olmaz. Buradan da x-i tapırıq ki, x 6-ya bərabərdir. 39-cu sualda deyir, çox həddi şəklində göstərir. Bu iki hədlinin cəminin kvadratıdır. Yəni müxtəsər vurma düsturudur. Yəni a üstə b-nin kvadratı düsturudur. O da açılanda a kvadrat üstə gəl 2ab üstə b kvadrat kimi açılır. Onda 2x üstə y açsaq, 2x bizdə a-dır, y b-dir. Olacaq 4x kvadrat üstə gəl, bir-birinə vurub 2-yə vursam 4xy üstə gəl y kvadrat. O da eləyəcək C variantı. 40-cı suala baxırıq. Orta hədləri 6 və 8 olan tənasübün kənar hədlərindən biri verilib, digərini istəyir. Biz bilirik ki, tənasübün orta hədlərinin hasili kənar hədlərinin hasilinə bərabərdir. Yəni 6 vur 8-in hasili 3 vur digər kənar həddə də x deyə x-in hasilinə bərabərdir. Buradan 3x bərabərdir 48, x də bərabərdir 48, 3-ə böləcək eləyəcək 16, Y variantı. Növbəti 41-ci suala baxırıq. Məxrəci irrasionaldan azad eləmək üçün hər ikisini məxrəcin qoşmasına vururuq. Yəni kök 3-ə vururuq. 12-ni də vururuq kök 3-ə. Kök 3-ü də vururuq kök 3-ə. Kök 3-ü kök 3-ə vuranda elə 3 eləyir. 12 kök 3-ə dəymirəm. 12-dən 3 ixtisar aparıram. Eləyir 4 kökdə 3. Yəni A variantı. 42-də deyir ki, kökləri -2 və -8 olan çevrilmiş kvadrat tənliyin sərbəst həddini tapın. Çevrilmiş kvadrat tənlik qurmaq üçün köklər cəmini tapıb əksini götürürük. Çünki düsturda mənfi p daxil köklər cəmi. Bunun əksini götürürük. Köklər hasilinin isə özünü götürürük. Çünki köklər hasili Q-ya bərabərdir. Və köklər cəmi bizdə -2, -8 isə cəmi olacaq deməli. -10, bunun da əksi eləyəcək müsbət 10. Köklər hasil olacaq müsbət 16, özünü götürəcək, elə o da olacaq 16. Və çevrilmiş kvadrat tənlik qurmaq üçün x kvadrat yazılır. Bu köklər cəmindəki ədədin əksinin, yəni onun yazıb yanına x yazırıq. Sərbəst həddə 16-da olduğu kimi köçürürük, bərabər 0. Bu bizim çevrilmiş kvadrat tənliyimizdir. Bunun sərbəst həddə də yanında x olmayandır, yəni 16-dır. Cavab D variantı. 43-də deyir ki, 3 kökdə 2 ədədin tam hissəsi 50% artırılarsa hansı ədəd alınır? Çox uşaq 3 kökdə 2-nin tamını 3 götürür. Olmaz. Bu 3 vur kök 2-dir. 3-ü içəri atırıq birinci. Olur. 3-ün kvadratı 9 vur 2. O da eləyir 18. 18-də təqribən deməli 18 ədədi ümumiyyətlə 16 və 25 ədədi arasında yerləşir ki, həmin 16 və 25-dən kök çıxır. Ona görə buradan təqribən 4 tam neçəsə çıxacaq. Deyək ki, 4 tam 14 çıxacaq. Yəni tam hissəsi olacaq 4. Çünki 4-dən böyük ədəddir, amma 5-dən balaca ədəddir. Tamı oldu 4. Deyir 4-ə 50% artır. Hər bir ədəd 100% olur. 50% artı olacaq 150%. Yəni 4-ün 150%-ni tapırıq. 4-ü 150-yə vurub 100-ə bölürük. İxtisar aparsam, burada qalacaq 3, burada qalacaq 2. Bunda ixtisar aparsam eləyəcək 6. Yəni D variantı. 44-cü suala baxırıq. Deməli, bizə belə bir şərt verib A 0 A-dan kiçikdir, A da B-dən kiçik olarsa, deyir modulda kökdə A çıx kökdə B, üstə gəl kökdə A, üstə kökdə B ifadəsini sadələşdirir. Şuralar 0 A-dan A da B-dən kiçikdirsə, deməli bunlar müsbət ədədlərdir. Mən məsələn A-ya 4 qoyuram, B-yə 9 qoyuram ki, kökdən çıxa bilsin. Aparıb yerinə qoysam, bura eləyəcək 2, 4-dən 2 çıxır axı. Bura eləyəcək 3. Həmçinin burada. Və bunların fərqi mənfi eləyəcək, cəmi müsbət. Mənfi olanda moduldan əksinə çıxırdı ədədlər. Müsbət olanda olduğu kimi çıxırdı. Burada da A-la kök A ilə kök A gedir. Çünki biri mənfidir, biri müsbət olur. Kök B üstə kök B-dən 2 dənə kök B. B variantı. 45-ci sualda çox ədli vuruqlara ayırmağımızı istəyir. Biz ortaq vuruq çıxaracağıq. A kvadratı çıxartdıq. Qalacaq A kvadrat çıx B kvadrat. Biz də bilirik ki, A kvadrat çıx B kvadrat. A çıx B və A üstə B müxtəsər düsturudur. Doğru cavab olacaq deməli A variantı. 46-cı sual əkobə aiddir. Burada 120, 180 eyni ədəddir. Biz də bilirik ki, əkob AB böl əbob AB, yəni bu ədədlər eynidirsə, bizə verir deməli nəyi? C-ni. C də bizdə nədir? Ortaq olmayan vuruqların hasili. Mən bunu belə yazıram qısa.
120-ni yazıram, 180-i yazıram. Bunu ortaq vuruqlara ayırıram. Bunları ortaq bölürəm, məsələn 60-a. Burada qalır 2, burada qalır 3. Bax, bu 60 ortaq vuruqdur. C bizdə axı ortaq olmayan vuruqların hasildir. Ortaq olmayan vuruqlar bax budur 2 və 3. Bunların da hasil eləyəcək 6. Yəni bizim cavabımız olacaq 6. 47-də deyir ki, bir həddinin dərəcəsi əmsaldan neçə dəfə böyükdür. Əvvəlcə bu bir həddini hesablasaq, sadələşdirsək, kub burada hamısına aiddir. Ona görə olacaq 2-nin kubu vur x üstü 6-nı 3-ə vururuq, eləyir 18. Bu içində bu 3-ə vururuq 6. Olacaq 2-nin kubu 8, x üstü 18, y üstü 6. Əmsal burada 8-dir. Dərəcə deyəndə bunları toplayırıq. Deməli, əmsal 8, dərəcə olur 18 üstü 6-dan 24. 24 8-dən neçə dəfə böyükdür deyir. 24-ü 8-ə bölürük. Cavab 3 dəfə böyükdür. 48-ci suala baxırıq. Deyir, x çıx 3-ün kvadratı x çıx 5-in kvadratına bərabərsə bu tənliyi əldə et. Bunu müxtəsər kimi atsam, x kvadrat çıx 6x üstə 9 bərabərdir. X kvadrat çıx 10x üstə gəl 25. X kvadratlar hər tərəfdə var deyən ixtisar aparıram. Qalır mənfi 6x üstə 9 bərabərdir mənfi 10x üstə 25. X atıram x-in yanına, ədəd atıram ədədin yanına və işarəni dəyişirəm təbii ki. Mənfi 6x üstə gəl 10x bərabərdir 25 çıx 9. 4x bərabərdir 16-dan x olur. Deməli 4. Tənliyin həlli oldu 4. 49-da deyir ki, AOB açıq bucaqdır. Alfa bucağın dərəcə ölçüsünü tap. Biz də bilirik ki, açıq bucağın dərəcə ölçüsü 180 dərəcədir. Ona görə yazıram ki, alfa üstə 20 üstə təzədən alfa 180 dərəcədir. 2 alfa bərabərdir. 180-dən 20 çıxıram 160 dərəcə. 160-da 2-yə bölürəm 80 dərəcə. Cavab 80 dərəcə. 50-ci suala baxırıq uşaqlar. 2 dənə çoxluq verib. Bizə deyir ki, n a çıx b üstə n b çıxan fərqini, cəmini tap. N burada elementlərin sayıdır. A çıx b a-da olub b-də olmayan elementlər deməkdir. B çıxa b-də olub a-da olmayan elementlər deməkdir. A-da olub b-də olmayan elementlər olacaq uşaqlar deməli 4, sonra 10 və 11. B-də olub a-da olmayan elementlər olacaq deməli 12 və 14. Bunun sayı 3 dənədir, bunun sayı 2 dənədir. Onların da cəmini istəyir. Cavab 5 olacaq. 51-də deyir ki, radiusu 12 olan çevrənin uzunluğunu tap. Pi-ni də 3 verib. Çevrənin uzunluğu düsturu 2 pi-r düsturudur. Pi-yə 3 qoyuruq. R-i də 12 verib. Cavab olur deməli 2 vur 3 6, 6-nı da 12-yə vururuq 72. Bu belə. Keçdik növbəti sualı olan 52-ci suala. Sualı oxuyaq. Deyir, dairəvi diaqramda ixtisas qrupları üzrə hazırlığa gedən abituriyentlərin sayı verilmişdir. Deyir, hazırlıqda bütün ixtisas qrupları üzrə neçə abituriyent iştirak edir? Bütün ixtisas qrupu, yəni ümumini soruşur da. Uşaqlar, baxırıq ki, 2-ci qrupda 100 nəfər iştirak edib, 3-cü qrupda 100 nəfər, 4-cü qrupda 100 nəfər, 1-ci qrupda 40%. Hər bir şey 100% olur. Ümumi bir dairə 100%dir. Düzdürmü? Əgər 40%-i birinci qrupdursa, deməli 60%-də baba bu 3 qrupdur. Onda biz 100 nəfər, bu 100 nəfər və bu 100 nəfər toplayırıq, eləyir 300 nəfər. 300 nəfərə 60% deyirik, çünki qalanı da axı. 40% də birinci qrupdur. Bizdən bütün ixtisas qrupunu istəyirik. Bütün ixtisas qrupda 100% deyənə 100% deyirik x nəfər. Çarpaz vururuq. Deməli 100-ü vururam 300-ə, bölürəm 60-a. Buradan ixtisar aparsam, cavab olacaq 500 nəfər. Deməli, ümumi 500 nəfər iştirak edir. Bizdən birinci qrup istəsəydi, 500-ün 40%-ni tapardıq, olardı deməli 200. Amma bizə ümumini istəyirdən cavab 500 olur. 53-də diaqonalları 12-16 olan rombun perimetrini istəyir. Biz bilməliyik ki, rombun tərəfləri bir-birinə bərabərdir və diaqonallar 90 dərəcə bucaq altında kəsişir və rombun diaqonalları kəsişəndə yarıya bölünür. Diaqonal 12-dirsə 6-nın 6-ya bölünəcək, 16-dırsa 8-in 8-ə bölünəcək. Tərəfə də A deyirəm. Pifagor teoremi ilə tərəfi tapıram. Deməli, biz onsuz da buradan məşhur üçlüyü görməliyik ki, 6, 8, 10-dur. Amma yenə də hesablayaq, çünki ətraflı sualdır. Buradan A kvadrat olur 100, A da olur 10. Tərəf 10-dursa, hər tərəf 10-dur. Perimetrdə tərəflərin cəmidir. 4-ü də 10-a vururam, cavab eləyir 40. 54-cü sual deyir, mərkəzləri ABC olan nöqtələrində olan xaricdən cüt-cüt toxunan çevrələrin radiusları uyğun olaraq 7, 6, 5-dirsə ABC üçbucağının perimetri tapılır. Uşaqlar, bax, bu da radiusdur, bu da.
Bu da radiusdur, bu da radiusdur, bu da. Hər bir çevrənin radiusları bir-birinə bərabərdir. Ona görə mən ən böyük çevrənin radiusu 7 deyil. Bura 7 yazsam, gərək burada 7 yazım. Bax, bura 7-dirsə, burada 7-dir. Həmçinin digər çevrəyə 6-dırsa, bax, radiusu bura 6-dırsa, gərək burada 6 yazım. Və nəhayət üçüncü. Bax, bu hissə bizdə 5-dirsə, bu hissədə 5 yazmalıyam. Üçbucaq yarandı. Baxın, belə bir üçbucaq yarandı. Bu tərəf oldu 13. Bu tərəf oldu yenə deməli 12. Bu tərəf oldu 11. Üçbucağın da perimetri bütün tərəflərinin cəminə deyirlər. 12 üstə 13 üstə 11-dən alaram ki, deməli 20, 36. Belə 36. Keçirik və nəhayət sonuncu sualımıza. Sonuncu sualda nə deyir uşaqlar? Deyir ki, AB çoxluqların kəsişməsinə daxil olan elementlərin sayı. Bax, 2 dənə Eiler-Venn diaqram çəkirəm. Bu A çoxluq olsun, bu B. Deyir ki, kəsişmədəki elementlərin sayı, kəsişməni bilmirəm, X yazıram. A-dakılardan 3 dəfə azdır, B-dəkilərdən 4 dəfə azdır. Onda mən A-ya 3x yazıram, B-yə 4x. Çox uşaq götürür, 3x-i bura yazır, 4x-i bura yazır. Olmaz, niyə? Çünki içəri yalnız, baba burada da yalnız A-dır, burada yalnız B-dir. Bizə elə söz demir. Yəni A fərq B, B fərq A demir. A deyirsə bu dairənin hamısını götürürük. B deyirsə bu dairənin hamısını götürürük. Aha. Birləşməsində 42 verib. Cəmdə 42 dənə element var. Biz bilirik ki, bu x həm bura daxildir, həm bura. Ona görə biz bunların birləşməsini tapmaq üçün iki cür eləyə bilərik. Ya bunları toplayıb ortanı çıxarıq və ya ən gözəl yol nədir? Başa düşmək üçün. Bax, bu dairə 3x-dirsə, düz deyil. Ortada x-dirsə, onda bura 2x düşmür. Həmçinin bu dairə 4x-dirsə, orta x-dirsə, deməli qırağa bura düşür 3x. Ki 4x eləsin. Və bu üçünün cəmi bizə birləşmə vermir uşaqlar. Onda yazıram deməli. Bir dəqiqə. Özürlü sayın. Aha. Deməli biz burada nə edəcəyik? Onda biz burada 2x, 1x və 3x toplasaq 42 verməlidir bizə. 2x üstə x üstə 3x bizdə 42-dir. Deməli olacaq 6x bərabərdir 42-dən, x olacaq 7. Biz x-i 7 tapdıq, yəni kəsişməsində. Bizdə A-nın sayını istəyir. A da 3x olduğuna görə cavab olacaq 3 vur 7-dən 21. Belə, bugünkü dərsimiz, izahımız bu qədər. Bu cür videoların gəlməsini istəyirsinizsə, kanala abunə olub bildirişləri açmağı unutmayın. Videonu bəyənməyi, şərh yazmağı da unutmayın ki, videolar çox insanın qarşısına çıxsın və faydalansınlar şagirdlər bizdən. Hamıya uğurlar. İnşallah ki, hamı istədiyi nəticəni toplayar. Sağ olun uşaqlar.